قال العلامة سليمان الجمزوري رحمه الله تعالى: يقول راجي رحمة الغفور دوما سليمان هو الجمزوري. الحمد لله مصليا على محمد وآله ومن تلا. وبعد هذا النظم للمريد في النون والتنوين والمدود سميته بتحفة الأطفال عن شيخنا الميهي ذي الكمال. أرجو به أن ينفع الطلاب والأجر والقبول والثواب. Bismillahirrahmanirrahim. Rəhm edən, Rahman olan Allahın adıyla. Hörmətli Quran sevənlər, hər birinizə Allahın salamı ilə salamlayıram. Bugün sizinlə yeni bir dərs toplumuna başlayacağıq və bu dərsdən əvvəl eşitdiyimiz şeir toplumuydu və bu şeir toplumu Tuhfatul Atfal əsərindən, mən bunu əsər adlandırardım, möhtəşəm bir təcvid toplumudur və bu təcvid toplumu təcvid elmini öyrənmək istəyən, hər hansı bir, sözsüz ki, öyrənmək istəyən, professional bir şəkildə öyrənmək istəyən, hər hansı bir tələbənin ilk öyrənəcək və əzbər edəcək bir şeirlər toplumudur. Müəllif Süleyman Əl-Cəmzuri rahiməhullah bütün təcvid qaydalarını, əsas olaraq bütün təcvid qaydalarını bu möhtəşəm şeir toplumunda toplamış və cəm etmişdir. Və bugün sizinlə inşallah Allahın izni ilə hər dərsimizdə 5 və ya 6 beyt şeirimizi götürüb onu izah etməyə çalışacaq və qeyd edim ki, bu şeir toplumunun bir hissəsini də Azərbaycan dilində tərcümə etmişik. Öz Quran və Təcvid Əhkamları kitabımızda bu şeirlərə rast gələ bilərsiniz. İndi isə başlayaq. Qısaca olaraq müəllif haqqda məlumat verim. Müəllifin tam adı Süleyman İbni Hüseyn İbni Muhammed İbni Şələbi Əl-Cəmzuri. Amma kitablarda və ya həmin bu şeir toplumunda Süleyman Əl-Cəmzuri deyə qısa olaraq keçir. Lakin tam adı qeyd etdiyim kimi Süleyman İbni Hüseyn İbni Muhammed İbni Şələbi Əl-Cəmzuridir. Həmin bu möhtəşəm alim təcvid elmini asanlaşdırmaq üçün təcvid qaydalarını idğam, məd,ğunnə, iqləb, izhar, ixfə və başqa qaydaları şeir formasına salmış və tələbələr üçün bunu bir töhfə olaraq vermişdir və əsərinin də adını Tuhfatul Atfal adlandırmışdır. Tuhfə, töhfə, yəni hədiyyə. Əl-Ətfal isə balacalar üçün olan hədiyyə. Sözsüz ki, burada balacalar qəsd edildikdə, yəni kiçik yaşda olanlar qəsd olunur. Lakin bu şeiri həmçinin orta və böyük yaşda olanlar da əzbərləyə bilər. Hətta belə bir rəvayət gəlir ki, Süleyman Əl-Cəmzurinin özündən soruşanda ki, Tuhfatul Atfal dedikdə, yəni uşaqlara, balacalara hədiyyə dedikdə nəyi qəsd edirsən? Və zarafatca belə bir rəvayət gəlir ki, yəni özümü qəsd edirəm. Yəni elimdə hələ də balacayam və kiçiyəm. Bunu qəsd edirəm. Belə bir zarafat ondan rəvayət olunmuşdur. Bu möhtəşəm alimin həyatı hicrətdən sonra 12-ci əsrə təsadüf edir, Misirlidir və Əl-Cəmzuri deyilən bir yerdə anadan olmuşdur. Və həmin bu yer Əl-Cəmzuri Misirdə Tanta deyilən bir kənd vardır. Həmin o Tantanın ətrafında olan bir yerdir Əl-Cəmzuri. Bayaq qeyd etdiyim kimi 12-ci əsrə təsadüf edən bu alimin həyatı təxminən 1160-cı ilə təsadüf edir, yəni hicri tarixlə. Qeyd edim ki, hal-hazırda 1441-ci ildir hicri tarixlə. Yəni bu alim 281 il bundan öncə yaşamış bir alimdir. Lakin qoyduğu əsər ta yazıldığı gündən indiki vaxta kimi bütün Quran və qiraət əhli tərəfindən əzbərlənir və oxunur. Və deyərdim ki, bəlkə milyonlarla tələbə bu əsəri əzbərləmiş və təcvid elmini bu əsər vasitəsilə daha da gözəl başa düşmüşdülər. Şafi məzhəbindən olan bu alim erkən yaşlarında Quran və qiraət elminə çox həvəs göstərmişdir. Və bu bayaq hicri tarixi qeyd etdim. İstərdim ki, indi miladi təqvimi də qeyd edim ki, təxmini bilginiz olsun ki, hansı dövrlərdə
yaşamışdır bu alim. 1739-cu ilə təsadüf edir bu alimin doğumu və ilkin yaşlarında bayaq qeyd etdiyim kimi Quran və qiraət elminə həvəs göstərmiş və Quran və qiraət elmini öyrənmişdir. Öz müəllimlərindən bu mübarək elmi tələqqi yolu ilə, yəni müəllim və tələbə arasında olan bir sistemlə Quran və qiraət elmini müəllimlərdən götürmüşdür. Əsas müəllimlərindən biri məhz bu şeirdə də, bu əsərdə də onun adını qeyd edir. Nuruddin Əl-Mihidir. Nuruddin Əl-Mihi. Və şeirdə də qeyd etdiyi kimi An şeyxinəl mihiyyi zil kəməli. Şeyxim olan, müəllimim olan Mihidən bunu rəvayət edirəm. Süleyman Əl-Cəmzuri rahiməhullahın ölüm tarixi dəqiq bilinmir. Kitablarda dəqiq bu haqda hər hansı bir məlumat yoxdur. Lakin hicri təqvimlə 1208-ci ildə yaşadığını bilirik. Və buna sübut olaraq həmin bu ildə yazdığı Əl-Fəthur-Rəhmani Bişərhi Kənzül Məani fil Qiraat-ı Səbə. Siz bilirsiniz ki, İmam Şatibinin Kənzül Məani fil Qiraat-ı Səbə deyilən bir əsəri vardır və Quran və qiraət əhlinin əzbərlədiyi ilk əsərdir. Yəni, bir insan əgər hafiz olduqdan sonra qiraət elmini öyrənmək istəyirsə, ilk olaraq İmam Şatibinin bu kitabını, o da şeir toplumudur, onu əzbərləyir və bu şeir toplumunda da bütün qiraətlər, bütün ixtilaflar həmin bu möhtəşəm İmam Şatibinin Şatibiyyə və ya Kənzül Məani deyilən əsərində qeyd olunmuşdur. Məsələn, buna misal olaraq mən deyirəm ki, biz bilirik ki, Fatihə surəsində Məliki sözünün iki qiraəti var. Məliki və Məliki. Yəni, biri uzatmaqla, digəri isə uzatmasız. Və bunu biz hansı qarinin, hansı formada oxumasını bilməmiz üçün məhz İmam Şatibinin bu yazdığı əsərdən istifadə edirik. Məsələn, İmam Şatibi rahiməhullahu teala kitabında deyir: "Və Maliki yevmiddini ravihi nasirun." Maliki yevmiddin sözünü ravihi nasirun. Ra hərfi İmam Kisəinin əlamətidir kitabında. Nasirun nun isə İmam Asimin əlamətidir. Yəni demək istəyir ki, "Və Maliki yevmiddin" sözünü İmam Kisə ilə İmam Asim rəvayət edir. Qalanları isə hamısı oxuyur nə? Məlik. Yəni biz məsələn Varş qiraətini oxumaq istədiyimiz zaman biz bilirik ki, artıq İmam Varş Məlik sözündə Məlik yevmiddin deyir. Niyə? Çünki Məlik uzatma ilə deyənlər yalnız İmam Kisəi və yalnız İmam Asimdir. Digərləri isə hamısı Məlik yevmiddin deyir. Və ya başqa bir misal, Sırat sözü qiraətlərə görə 3 formada oxunur. Sirat, sırat və zirat. Yəni sin hərfi ilə, sad hərfi ilə və zə hərfi ilə. Və İmam Şatibi də bu ixtilafı öz əsərində وَعِنْدَ صِرَاطٍ وَالصِّرَاطِ لِقُنْبُلَ بِحَيْثُ أَتَى وَصَادَ زَايًا أَشِمَّهَا لَدَى خَلَفٍ وَشْمِمْ لِخَلَّادِ الْأَوَّلَ وَعِنْدَ صِرَاطٍ وَالصِّرَاطِ لِقُنْبُلَ. Yəni demək istəyir ki, İmam Qumbul ravilərdən biridir. Sirat sözünü sinlə oxuyur. Sirat-əl-ləzīnə. Bihaythu ətə və sada zəyən əşimməhə lədə xaləf. Və yenə qeyd edir ki, İmam Xaləf, o da qiraətçilərdən biridir, 10 qiraət alimlərindən biridir və deyir ki, İmam Xaləf Quran-ı Kərimdə olan bütün sırat sözlərini zırat oxuyur. Və deyir ki, ihdinə zırat-əl-müstəqim. Amma biz bilirik ki, İmam Hafsan Asim, İmam Asim bütövlüklə sırat oxuyur. Biz çoxumuz məhz Məlik yevmiddin, İyyəkə na'budu və İyyəkə nəstə'in, ihdinə sırat-əl-müstəqim deyir. Amma İmam Xaləf isə burada ihdinə zırat-əl-müstəqim, zırat-əl-ləzīnə ən'amtə aleyhum deyir. Sonra deyir ki, bihaythu ətə və sada zəyən əşimməhə lədə xaləfim vəşmim li xallədil əvvələ. İmam Xalləd isə, İmam Xaləfin ikinci tələbəsi isə yalnız li xallədil əvvələ, yəni Quran-ı Kərimin əvvəl bir ilk surəsində, Fatihə surəsində zırat oxuyur, qalan bütün yerlərdə isə sırat oxuyur. Mövzumuz İmam Şatibinin əsəri deyil, inşallah gələcəkdə bu əsəri də şərh etmək niyyətimiz var və qeyd edim ki, Tuhfətul Atfal təcvid elmini öyrənmək istəyən və bu elmdən bəhrələnmək istəyən və daha da dərinə girib təcvid üzrə, qiraət üzrə mütəxəssis olmaq istəyən insanın ilk əzbərləyəcəyi bir
əsərdir. İndi isə gəlin əsərin şərhinə başlayaq. Bismillahirrahmanirrahim. Rahman və Rəhim Allahın adı ilə. Bəzi bu möhtəşəm əsəri şərh edən kitablarda qeyd olunur ki, Bismillahirrahmanirrahim müəllifin yazdığından deyil. Yəni onu sonradan Bismillahirrahmanirrahim olaraq ora qoymuşlar. Lakin düzgün olan araşdırmamız nəticəsində düzgün olan fikir budur ki, müəllif elə bu əsəri yazdığında Bismillahirrahmanirrahim ilə başlamışdır. Bismillah, Allahın adı ilə. Ar-Rahman, Ar-Rahim. O Allah ki, Rahmandır və Rəhimdir. Rahman sifəti bütün yer üzərində olan məxluqata şamil olunur. İstər kafir olsun, istər mömin olsun, fərqi yoxdur. Allahın Rahman sifəti bütün bəşəriyyət üçündür. Və yalnız bu ad yalnız Allaha verilə bilər. Heç bir bəndəyə Rahman deyilə bilməz. Və Rahman sözünün bütün bəşəriyyətə aid olmasına sübut və dəlil uca Rəbbimiz və rəhməti vəsiət kullə şey, mənim rəhmətim hər şeyi bürümüşdür dediyi bir ayətdir ki, Bismillahirrahmanirrahim deyə bu mübarək əsərdə də Allahın bu mübarək adıyla müəllif öz əsərini başlamışdır. Və biz bildik ki, Qurani Kərimdə 114 surə var və bunların 113-ündə Allah Taala Bismillahirrahmanirrahim ilə başlayır. Yəni Rahman, Rəhim, mərhəmətli, əfv edən Allahın adıyla. Yalnız Tövbə surəsində Bismillahirrahmanirrahim yoxdur. Bismillahirrahmanirrahim. Rahim isə yalnız möminlərə rəhm edən Allahın bir sifətidir. Və bu Rahim sifətini həmçinin uca Rəbbimiz öz mübarək peyğəmbəri olan Muhammed sallallahu aleyhi və səlləmə də şamil etmişdir. Və Qurani Kərimdə Rahim sifətinin həmçinin mübarək peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin də sifətlərindən olmasına dəlalət edən bir ayət vardır ki, uca Rəbbimiz buyurur, لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ. Sizə özünüzdən bir peyğəmbər gəldi. O da Muhammed sallallahu aleyhi və səlləmdir. Ayətin sonunda isə bil mu'mininə raufur rahim deyə Rəbbimiz buyurmaqdadır. Yəni o peyğəmbər möminlərə qarşı şəfqətli və rəhimdir. Yəni Bismillahirrahmanirrahim, Rəhim, Rahman, bağışlayan Allahın adıyla. Müəllif başlayır birinci beytimizdə. Yəqulu raci rahmətil qafuri. Dəvmən. Daim, qafurun, yəni Allahın rəhmətini rica eləyən bir bəndə deyir. Yəni yəqulu deyir, raci rica edərək, istəyərək. Rahmətil qafuri dəvmən. Dəvmən daim. Rahmətil qafuri, qafurun rəhmətini, yəni Allahın rəhmətini arzu edən, hər zaman Allahın rəhmətinə güvənən, Allahın rəhmətini istəyən, daim istəyən bəndə deyir. Kimdir o bəndə? Süleyman huvəl Cəmzuri. Onun adı Süleyman Cəmzuri. Süleyman Əl-Cəmzuri. Yəni bayaq qeyd etdiyim kimi Əl-Cəmzuri onun doğulduğu yerdir. Yəni Süleyman Əl-Cəmzuri hər zaman bütün işində Rahmanın, Qafurun, Rahimin daim rəhmətini istəyərək, bağışlanmağını istəyərək deyir. Elhamdülillah, Allaha həmd olsun. İkinci beytimiz başlayır. Elhamdülillahi musalliyən alə Muhammedin. Allaha həmd olsun. Birinci ilk öncə həmd edir ki, yaşayır, həyatdadır və bu əsəri yazmaq istəyir. Və bunun üçün Allaha həmd edir və deyir, Elhamdülillah, Allaha həmd olsun. Musalliyən alə Muhammedin. Allaha həmd etdikdən sonra Allahın rəhməti, salamı Muhammedin üzərinə olsun. Və əlihi və məntələ. Həmçinin onun ailəsinin, əhl-i beytinin üzərinə olsun Allahın salamı və rəhməti. Və məntələ. Həmçinin Məhəmməddən sonra gələn bütün sahabələrin, tabiinlərin, təbə tabiinlərin üzərinə olsun. Elhamdülillahi musalliyən alə Muhammedin və əlihi və məntələ. Allaha həmd edərək, Muhammedə sallallahu aleyhi və səlləmə salam və rəhmət Allahdan istəyərək, həmçinin nəinki təkcə Muhammedə, onun ailəsinə, onun sahabələrinə və ondan sonra gələn bütün xeyirxalq insanlara Allahın rəhmətini istəyərək deyir. Və ba'du.
başlayıram. Nəyi? Həzən nazmu lil muridi. Yazdığım bu nəzm, yazdığım bu şeir toplumu istəyənlər üçündür. Lil muridi istəyənlər üçündür. Nəyi istəyənlər üçündür? Finnuni və tənvini vəl mududi. Sakin nunun əhkamlarını, yəni idğam, ixfə, iqləb, izhar, həmçinin tənvinlərin əhkamlarını, tənvinlər necə olur, hansı formada oxunur, hansı formada oxunmur, hansı formada iqləb olur, idğam olur, ixfə olur. Vəl mududi, həmçinin uzatmaların əhkamlarını, məd munfasıl, məd muttasıl, bunların əhkamlarını öyrənmək istəyənlər üçündür bu şeirim. Və ba'du həzən nazmu lil muridi finnuni və tənvini vəl mududi. Və bu nəzm, yazdığım bu şeir sukunlunun, tənvinlərin və mədlərin və həmçinin şeirdə burada hamısını qeyd etməyib, zikr etməyib, həmçinin mimin əhkamları olsun, həmçinin başqa ranın əhkamları olsun, ləfzatullah olsun, qalqala olsun və başqa təcvid əhkamlarını öyrənmək istəyənlər üçündür bu əsər. Yəni bu əsərin yazılma məqsədi, bu şeirin yazılma məqsədi bu təcvid əhkamlarını öyrənmək istəyənlər üçündür. Səmməytuhu bi tuhfətil ətfali. Mən bu şeir toplumunu Tuhfətul ətfal adlandırdım. Tuhfə, töhfə, hədiyyə. Əl-ətfal isə balacalar, balaca uşaqlar. Balaca uşaqlar üçün bir hədiyyədir. Yəni, müəllifin bu beytdə istədiyi məqsəd bizlərin uşaqlarımıza bu şeiri əzbərlətməyimizdir. Yəni, uşaqlar bu şeiri əzbərləməlidirlər ki, onlar təcvid əhkamlarını əzbərdən bilsinlər. An şeyxinəl mihiyyi və bu elmi, bu təcvid əhkamlarını şeyxim olan, müəllimim olan Əl-Mihi, bayaq qeyd etdim ki, tam adı Nuruddin Əl-Mihi idi. Zil kəməli, kəmal sahibi olan, yəni əxlaqlı olan, kəmal sahibi olan, şeyxim olan, müəllimim olan, ondan Quran və qiraət öyrəndiyim müəllim olan Nuruddin Əl-Mihidən almışam. Sözsüz ki, zil kəməli, kəmal sahibi sözündə bəzi Quran və qiraət alimlərinin qeydləri vardır. Onlar zil kəməli sözünü zil cəməli sözü ilə əvəz etmişdilər. Bəziləri zil cəməli, yəni gözəl insan olan, şeyxim olan, müəllimim olan Mihidən almışam. Niyə? Çünki onlar deyirlər ki, kəmal sahibi yalnız Allahdır. Amma bilmək lazımdır ki, mətnin orijinalında şeyxinəl mihiyyi zil kəməli keçirir, zil cəməli keçmir, yəni kəmal sahibi. Və biz bilirik ki, kamillik iki qismə bölünür. Mütləq kamillik və nisbi kamillik. Mütləq kamil olan yalnız uca Allahdır. Yəni kamil, xətasız. Amma nisbi kamillik isə hər hansı bir insan nisbi kamil ola bilər. Yəni xəta da elə bilər, lakin həyatının çoxunu düzgün qərarlar üzərində qura bilər. Və ona görə müəllifin burada zil-kəməli sözündə qəsd etdiyi kamal sahibi nisbi kamal sahibidir. Çünki o da insandır. Sözsüz ki, hətta Quran əhli olsa, qiraət əhli olsa belə kullu bəni ədəmə xattaun və xayrul xattainə təvvabun hədisindən qırağa çıxa bilməz. Bütün bəni Adəm xəta edəndir və ən gözəl xəta edənlər isə tövbə edənlərdir. 5-ci beytimizdə müəllif rahiməhullah belə buyurur. Ərcu bihi ən yənfəət tulləbə. Allahdan istəyirəm ki, yazdığım bu əsər tələbələrə faydalı olsun. Və həqiqətən bu şeir yazılandan bəlkə də 200 ildən də artıqdır ki, bu şeiri bütün Quran və qiraət tələbələri əzbərləyir. Həqiqətən müəllif burada ixlasla ərcu bihi ən yənfəət tulləbə. Allahım, səndən istəyirəm, sənə dua edirəm ki, bu yazdığım əsər tələbələrə faydalı olsun deyə nə qədər ixlaslı dua edib ki, Allah Taala onun əsərini bütün qiraət və Quran öyrənən tələbələrin əzbərlədiyi mütləq bir əsər halına çevirmişdir. Və bu o demək ki, Allah onun bu duasını qəbul etmişdir. Ərcu bihi ən yənfəət tulləbə. Allahdan istəyirəm ki, bu tələbələr üçün faydalı olsun və həqiqətən də biz də şahidlik edirik ki, və bizdən öncə və bizdən sonra bütün nəsillər şahidlik edəcək ki, bu əsər gələcəkdə izah edəcəm və görəcəksiniz ki, nə qədər faydalı və möhtəşəm bir əsərdir.
Həmçinin müəllif başqa nə istəyir? Vəl-əcra, vəl-qəbulə vəs-səvabə. Allahdan əcir istəyirəm, savab istəyirəm. Allahdan qəbul olmasını istəyirəm. Yəni mənim bu əsərin yazmağımın məqsədi Allahdan əcir, Allahdan savab və Allahdan qəbul olunmasıdır. İndi isə gəlin bu möhtəşəm beytləri mən bir daha oxuyum və qeyd edim ki, tələbələrimiz bu şeirləri əzbərləsinlər ki, Quran və qiraət elminin dərinliklərinə girə bilsinlər. Bismillahirrahmanirrahim. يقول راجي رحمة الغفور دوما سليمانه والجمزور الحمد لله مصليا على محمد وآله ومن تلا وبعد هذا النظم للمريد في النون والتنوين والمدود سميته بتحفة الأطفال عن شيخنا الميهي ذي الكمال أرجو به أن ينفع الطلاب والأجر والقبول والثواب. يقول راجي رحمة الغفور دوما سليمانه والجمزوري الحمد لله مصليا على محمد وآله ومن تلا وبعد هذا النظم للمريد في النون والتنوين والمدود سميته بتحفة الأطفال عن شيخنا الميهي ذي الكمال أرجو به أن ينفع الطلاب والأجر والقبول والثواب. Şeiri indi hər hansı bir şərh olmadan Azərbaycan dilinə tərcümə edəcəm. Daim Qafur olan Allahın rəhmətini, bağışlanmasını istəyərək Süleyman Əl-Cəmzuri deyir: Allaha həmd olsun. Sonra isə Məhəmmədə Allahın salamı, həmçinin onun əhl-i beytinə və həmçinin onun sahabəsinə, tabiinlərinə və ondan sonra gələn təbə tabiinlərə və başqa Quran və qiraət əhlinə Allahın salamı olsun. Və yazdığım bu şeir toplumu sukunlunun, tənvinlərin və mədlərin hökmünü bilmək istəyənlər üçündür. Bu şeir toplumunu uşaqlara hədiyyə olaraq adlandırdım və bu elmi kəmal sahibi, nisbi kəmal sahibi olan müəllimim, şeyxim olan Mihi, Nuriddin Əl-Mihidən rəvayət edirəm, götürmüşəm və Allahdan istəyirəm ki, yazdığım bu şeir, bu nəzm tələbələr üçün faydalı olsun və həmçinin Allahdan savab və bu işimin Allah tərəfindən qəbul olunmasını diləyirəm. Və subhanək Allahumma və bihamdik, nəşhədu ən la ilahə illə ənt, nəstəğfiruka Allahumma və nətubu iləyk, həzə və mə kənə min xata'in fəminni və minəş-şeytan, Allahu və Rasuluhu minhu bəriən. Gələn dərs inşallah bu şeirimizi davam edəcəyik və növbəti dərslərimizi izləyin, dinləyin, Quran-ı Kərim elmlərini öyrənin, bilin ki, Quran-ı Kərim şəfadır, bilin ki, Quran-ı Kərim rəhmətdir, bilin ki, Quran-ı Kərim bağışlanmaqdır, bilin ki, Quran-ı Kərim şəfaətdir, bilin ki, Quran-ı Kərim toplumun və cəmiyyətin düzgün formada formalaşmasıdır.